Salam, hər vaxtınız xeyir olsun. Zəngəzur TV-də ən son xəbərləri diqqətinizə çatdıracağıq. Ağdam rayonunun Sarıcalı kəndində 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub. Kəndə edilən mediatur zamanı jurnalistlərə bildirilib ki, Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Ağdam rayonunun Sarıcalı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edilib ki, Ağdam rayonu işğaldan azad ediləndən sonra burada ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənən ərazilərində geniş abadlıq işləri davam etdirilir. Azərbaycanın Suriyadakı səfirliyi paytaxt Dəməşqdə 1000 kimsəsiz uşaq üçün iftar süfrəsi təşkil edib. Bu barədə Azərbaycanın Suriyadakı səfirliyindən məlumat verilib. 3 gün ərzində keçirilən iftar süfrələrində kimsəsiz uşaqlar üçün müxtəlif əyləncə proqramları baş tutub, onlara unudulmaz anılar və əsl bayram ovqatı yaradılıb. Bakı şəhəri Xətai rayonu Süleyman Vəzirov küçəsində hərbi sursat aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, FHN-in xüsusi riskli xilasetmə xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı partladıcısı ilə birgə 2 ədəd F1 əl qumbarası olduğu müəyyən edilib. Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. İndi isə ölkə xaricində baş verən hadisələrlə bağlı. Ukrayna Silahlı Qüvvələri HIMARS raketləri ilə Suca qaz ölçmə stansiyasına 2 dəfə zərbə indirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumatı yayıb. Bildirilib ki, raket zərbəsi nəticəsində qaz ölçmə stansiyası faktiki olaraq məhv edilib. Həmçinin bugün Ukrayna PUA-larla Saratov neft emalı zavoduna hücum etməyə cəhd edib 19 dron vurulub. Ukrayna Silahlı Qüvvələrinin artilleriya atəşinə tutulması səbəbindən cümə axşamı Belgorod vilayətində elektrik enerjisi kəsilib. Rusiya Müdafiə Nazirliyinin məlumatında belə qeyd olunub. Hərbi Nazirlik Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı bəyanatlarını cəbhənin dağılmasının qarşısını almaq və Avropanın köməyi ilə hərbi potensialı bərpa etmək üçün hiylə adlandırıb. Bu arada Türkiyə və Rusiya prezidentləri Recep Tayyip Erdoğan və Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığı zamanı Ukraynadakı vəziyyətin nizamlanması müzakirə olunub. Myanmada baş verən güclü zəlzələdən sonra Mandalyada məscidin uçması nəticəsində ən azı 16 nəfər həlak olub. Bundan başqa Myanmada monastır binasının uçması nəticəsində 5 uşaq və rahibliyə hazırlanan 1 nəfər həlak olub. Təkanlar Bangladeş, Hindistan, Tayland, Laos və Çində də hiss edilib. Zəlzələnin hipocentri 30 kilometr dərinlikdə yerləşib. Əziz izləyicilərimiz, xəbərlərimiz bu qədər. Növbəti buraxışlarımızda görüşənə qədər hələlik.